Herkese salam. Hər vaxtınız xeyir. Bugün qaynanamla fərqli dad yoxlamaq qərarına gəldik. Xırda-xırda doğradığımız soğanları isinmiş saca töküb, üzərinə bitki yağımızı əlavə edirik. Əvvəlcədən qovurduğumuz ətimizi töküb, yaxşıca qarışdıraq. Üzərinə zövqə görə duz, pul biber, sarı kök də əlavə edə bilərsiniz. Yarım narımızı töküb, biraz da qovuraq. Hazır lavaşlarımıza büküb, sacda isitdiyimiz yağda o yüz bu yüz qızardırıq. Bizim kimi fərqli dad sevənlər hər birinizə nuş olsun.